Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində Şərur rayonunun Havuş kəndində mühüm infrastruktur layihəsi həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kənd sakinləri üçün ilk dəfə olaraq internet və telefon rabitəsi istifadəyə verilib. Rahat işləyirsən də mənə? Yox. Yeni istifadəyə verilmiş telekommunikasiya infrastrukturu ilə Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov tanış olub, yaradılan şəraiti yüksək qiymətləndiriblər. Kamal Cəfərov qeyd edib ki, Havuş kəndində rabitə xidmətlərinin ilk dəfə istifadəyə verilməsi sakinlər üçün əlamətdar hadisədir və bu layihə kəndin sosial-iqtisadi inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək. Azər Məmməd Rəhimov bildirib ki, Havuş kəndində internet və telefon rabitəsinin istifadəyə verilməsi kəndin ölkənin rəqəmsal inkişaf prosesinə qoşulmasının mühüm göstəricisidir. O vurğulayıb ki, layihə dövlətin hər bir yaşayış məntəqəsinə bərabər yanaşma prinsipinə əsaslanır və optik xətt üzərindən internet xidməti hazırda test rejimində təqdim olunur. Qeyd edək ki, layihə çərçivəsində Havuş kəndində Huawei NGN tipli müasir avtomat telefon stansiyası quraşdırılıb. Stansiya 15,5 km uzunluğunda fiber optik kabel xətti vasitəsilə Axurak kəndində yerləşən avtomat telefon stansiyasına birləşdirilib və Naxçıvan şəhərindən mərkəzləşdirilmiş qaydada idarə olunur. Yeni avtomat telefon stansiyası hazırda kənd sakinlərinə 32 xətt üzrə həm telefon, həm də yüksək sürətli internet xidmətləri göstərmə imkanına malikdir. Bu isə kənd əhalisinin böyük hissəsinin rabitə və internetlə təmin olunmasına şərait yaradıb. Mən övladlarım Bakıdadır. Onlarla əlaqə saxlamaq, telefonla əlaqə saxlamaq çətin olurdu. İndi min şükür eləyirəm ki, yollarımız gözəldir. Keçən belə yollarımızı da bərpa elədilər. Maşınların batan yerləri var idi. Maşın gəlib çıxa bilmirdi. Onları bərpa elədilər. Bu ildəki interneti bərpa ediblər. Ona görə təşəkkür edirəm. İndi bugündən etibarən mən də öz övladlarımla, başdakı nəvə nəticəmlə bunlarla başlayacağım rahat danışmağa. Buna görə çox sevinirəm və təşəkkür edirəm. Havuş kənd tam orta məktəbinə də internet xətti çəkilib. Bu internet xəttinin çəkilməsi gələcəkdə, hal-hazırda da şagirdlərin interaktiv dərslərdə fəal iştirakına təmin yaradacaq və bu da təhsilin keyfiyyətini yüksəldəcəkdir.